Hə, bunu vurdum yazsın çünki Python'dır. Buyurun görək nə deyirsiniz? Bax burada mənə deyir ki, Python dilində yazılmış proqramın icrasını klaviaturadan ardıcıl olaraq, baxın, ardıcıl olaraq 5, 4, 5, 3, 0, 6 qiymətləri daxil edilmişdir. Hansı qiymət alınır? İndi baxın, input bir burada var uşaqlar. Bir də burada var. 18 an. Aynısı. İndi bax, burada ardıcıl olaraq daxil eləsəm, indi mən bura daxil elədim 5-i. Yəni mənim enim oldu 5. Enim 5 oldusa, düşdüm aşağıya, bura oldu 1-dən 5 plus 1-ə, yəni 1-dən 6-ya. Mənim for dövründə sayğacım oldu 1-dən 6-ya qədər. Belə bir dövrüm oldu. 1-dən 6-ya qədər 5 dəfə, yəni 5 addım nələri daxil eləyəcək? Input eləyəcək, daha doğrusu x-ləri input eləyəcək. İndi ardıcıl olaraq daxil elədiyi üçün 5-i burada daxil eləmişdi. Ardıcıl getdiyi üçün 4-ü daxil eləyəcək, 5-i, 3-ü, 0-ı, 6-nı. Amma necə? Məsələn, 4-ü burada daxil eləyəcək, düşəcək aşağıya, burada yazacaq s bərabərdir, s də yuxarıda 0 verib. 0 plus x, x bir dəfə oldu 4. Getdi, sonra 5, sonra 3, sonra 0, sonra 6. Bunları buradan eləyəcək? Toplayacaq. Topladığı üçün də mən elə buradan toplaya bilərəm də. Belə deyək. 4 ilə 6 10, 5 ilə 3 də 8. Bura olacaq bəli. 18. Düzdür. Burada deyir ki, elektron cədvəldə düsturlardan hansılar doğru yazılmışdır? Doğru ya Qabaqda bərabərdir şöyle. heç vaxt olmaz. İndi mən düzdür, bayaq hesabda yazırdım. Onu riyazi olaraq orada yazıram ki, o xanaların adlarını itirməyək də. Amma Excel-in özündə heç vaxt bu şəkildə vermir. Bundan başqa Excel-də sütunu verdisə, yanında nömrəsi də olmalıdır. Yəni da sətr nömrəsi olmalıdır. Ona görə bu da olmur. Baxın, burada həmin xüsusiyyət yenə var. Məsəl üçün yoxdur burada. Görürsüz, məsələn D5 olmalı idi deyək ki. Bu da yoxdur. Ona görə bu da olmur. Bu düzdür. Bir də nə düzdür? Bir. Gəl baxaq. Şəkildə keçirəm bu tərəfə, baxın Python verib. Bunu deyək, sonra davam eləyək. Yaxşı. Burada baxsaq, S-i 0 verib 1-dən 10-a qədər burada neçə addım var? Enin daha doğrusu 9. qiymətləri 9 dənədir də, düzdürmü? Yəni alacaq 1, 2, 3, 4, belə gedəcək. İndi baxıram ki, burada mənə ə, bir şey deyim ki, ümumiyyətlə baxın, bu S-in hesablanması bura. Baxın, bura bir fikir verin. Bu fonun içindədir. Yəni foldan kənarda burada deyil də, içəridədir. İçəridədirsə, bu o deməkdir ki, burada i-nin bütün qiymətləri cəmlənəcək. Yəni 1-dən 9-a qədər bütün qiymətlər cəmlənəcək. 1-dən 9-a qədər bütün qiymətlər cəmlənəcəksə, onda mən necə hesablaya bilərəm bunu? Tək-tək hesaplayaram, bu başqa. 45 eləyir olar. Qısa yol necə hesaplayaram? Bax, 1 plus 9 Böl 2 dəfə 9. böl 2 vur 9. Bax, bu mənim qısa yolumdur. İndi sizin rəqəmləriniz çox olsa, yəni bu sizdən vaxt aparacaq. Demək, birinci ilə sonuncunu toplayıram. Bölürəm 2-yə, vururam nəyinə? Sayına. Buradan çıxdı nə? 45. Demək, nə oldu burada S mənə 45 verəcək. Düzdür? Yəni bunların hansısa düz olur olsun, olmur da olmasın, fərqi yoxdur. Bu 45-i alacaq. Aha. Bu 45-dən başqa baxıram indi digərlərinə. 1-dən 9 da daxil olmaqla bu parçada 1-dən 9-a qədər 2-yə bölünənlər hansıdır? 2-yə bölünənlər deyil. Daha doğrusu cüt olanlar, bağışlayın. Cüt olanlar hansılardır?
2, 4, 6, 8. Düzdürmü? Demək, burada S-in üstünə 4 dəfə 1 gələcək. Bura olacaq 4. 3-ə tam bölünənlər hansılardır? 3-dür, 6-dır, bir də 9-dur. 3 dəfədə 2 gələcək. 3 dəfə 2, bura deyiləcək 6. 6. S, yəni bu iki şərtin heç birinə uyğun gəlməyənlər hansılardır? 1, 5. 5, bir də 7. Düzdür? Burada da 3 dəfə 3-ü eləyəcək nə? 9. 9. Çünki 3 dəfə üstünə 3 gəlir də 9. Baxın, demək, cəmləsəm bunları mənə nə verər? 45, hə, 55, bu da 9, 37. 64 eləyir. Bunu artıq hesabladıq. Burada 5 dəfə 2, 3-ə bölünənlər 3 dənədir. S burada 4 alıb. 4 alıbsa, Müəllim, elə bil ki, ikinci ifə düşəndə o ödənmirsə LC düşür. Məsələn, 2 götürürük. Birinci if ödənir. aha, Ya ikinci də ödənmir, LC düşür. Yəni ona görə onun üstünə 3 gəlməliyik də bir dəfə. nəyin üstünə? Məsələn, ikinci ifi ödəməyənlərin üstünə 3 gəlməliyik. Çünki məsələn 2, 4, 8 3-ə bölünmür. 2, 4. Həm ifi ödəyəcək, həm də if ödəməyəcək. İkinci if ödəməyəcək. Düşəcək LC-yə də onlar. Bax, 2, 4, 6, 8-də bura ödəndi. Bu birinci. Bəli. Düzdür. İkinci Burada ödənmədi amma. hansı ikincini deyirsən? Bu ifi deyirsən. Bəli. Hə, bu if ödənməyəndə düşəcək, bunları da sayacaq. Ayso. Mən burada 3 dənəsini saydım. 2, 4, 8 də sayacaq elə bir şey orada. LC sayacaq. 6 ödəm. Bəli. LC saysa, onda 3 dənəsini də gəlsəm, nə eləyər? 9 gələcək el üstünə. O da 73 eləyəcək. Bura bir də 9 gələcək. 3 Bəli. dənəsinə görə. Hə, düzdür. Belə hesablasam, bəli, neçə eləyəcək onda? 70. 73. Düzdür. Yaxşı, oranı gözdən qaçırmışdım. Düzdür. Məsələlərdə də belə olur. Bax, bir hissəni gözdən qaçırırıq. Vəssalam. Həmin hissəyə görə də yanılmış oluruq. Sonra bu qrafda, qraf bilmirəm, elə bilirəm o qədər çətin olmaz. Ben görək. Məsəl üçün, burada baxsaq, A təpəsi, 2-dir. bəli, yalqızdır da, düzdür, təkdir. Yox, tək deyil. Bir dənə əlaqəsi var. Bir dənə əlaqəsi 1-dir. varsa, bəli, bir dənə əlaqə haradır bu? Burada. 1-dir. Bayaq çəkdim. Aha. İndi baxsaq, burada ən çox əlaqəsi olana D-in daha çox əlaqəsi var, yoxsa ən çox Deyinə. əlaqəsi D-dədir. Bu 6 olur. ASO bura uyğun gəlir, baxın. Burada görürsüz 4 dənədir. Ə, həm D, həm də A ilə əlaqəsi olan C-dir də, düzdürmü? Bəli. Aha, indi bu hansıdır, baxın görün. 2 olar. 2 2. olar. Bura C-dir. Hı -hı. Yaxşı. C-yi tapdıqsa, C-nin bir əlaqəsi A ilədir. Bir əlaqəsi D iləndir. Bax, burada biri də var, görürsünüzmü? O da B-dir. Bu da B-dir. Yəni verəndə adətən belə asan, belə bir şey versələr qorxmayın. Yəni bu qəbulda çox çətin o vaxt aparmaz. Bura B-dir.
İndi 2'ye B 2'ye tapşan. 5 olar. Necə? 2'ye 5 olardı. Onda 2 əlaqəsi var çünki. 2 əlaqəsi var, 5 olar. Biri D iləndir. Bax, burada mən F-i tapa bilərəm. F burada yuxarıdadır. Bir əlaqəsi D ilə, bir əlaqəsi B ilə. Belə götürsəm, yəni 2 əlaqə görsənir. Y-də məsəl üçün birbaşa 2 əlaqə. Y-də də bəli, tapa bilərəm əslində, bəli. Bura olsa Y, onda 3-də nə olar? F. F olar. 3-də F. Burada oldu Y. Aha. İndi mənə nə deyirdi burada? Şərtimiz yuxarıda. Baxmadım. Çəksəm də silinəcək hamısı. Nə yox. Qrafın təpələrinin arası uyğunluğunu müəyyən edin. Hə, uyğunluğu deyil, müəyyən edin. 1'e Demək, A, 2'ye D, 3'e D gelir tabii yazdım. F-ə nə oldu? F-ə 3, 3. 3. B-yə 4, 4 idi. C-yə də 2. 2 idi. Yəni bu şəkildə tapacaqdı. Əslində çətin deyildi. Sadəcə mən qələmi oradan götürəndə istər-istəməz silinir. Xüsusiyyəti odur, saxlamır. Yaxşı, burada deyir ki, Nail fikrində 5 hərfli söz tutdu. Sözün hər hərfini əlifba sırasına görə bir mövqe sağa sürüşdürərək şifrələdi. Sonda isə ilk 3 simvolu silib son 2 simvolun sonuna qoydu. Yəni belə deyir də mənə. Elə bir simvolları budursa, S, Z, K, F, S-dir. Deyir ki, sonda isə ilk 3 simvolu silib son 2 simvolun. Yəni elə bil bunlar qabaqda olub da bunu demək istəyir. Yəni əslində belə olub. K, F, S, S, K, F, S, S, Z. Bu şəkildə olubdur. İndi bir mövqe deyə sürüşdürübdür. K-ya baxıram. K-dan sonra bir mövqe K-dan əvvələ getməliyəm də. K-dan əvvəl J-dir. Düzdürmü? Burada da Orada J A bende. başlayan bir dənədir. Bəli. Yəni bu məsələdə asan idi yenə. Yaxşı, 72-yə baxsam, deyir ki, baxın, burada HTTP var. Görürsünüzmü? HTTP İnternette. var. Bəli. Demək, onda bu nə olacaq? Kompüterin lokal diskində edu qovluğunda olan yox. Lokal şəbəkə. Kompüterin lokal diskində yerləşən edu qovluğunda kompüterin lokal diskində yerləşən HTTP qovluğunda olan edu az. Yaxşı. Bunların hansı olar? Global olmaz. Nasıl? Ya bu kompüterdə yerləşmir. Bir dəfə bu kompüteri sildi. Çünki burada link var. Baxın. Keçid var. Aynıdır. Bunlara çıxdıq. Qlobal şəbəkədə edu.az veb səhifəsinə demək keçid eləyəcək, düzdür. Bu da yenə asandır. Burada 2 verib, burada Python verib. Hər ikisi stringerdir. Print x plus x plus y. 2 dəfə x-i toplasam 2, 2 Python yazacaq. Yəni 2, 2 Python olacaq nə? Y variantı. Yaxşı. Bu tərəfə baxsaq, baxın 69-da. Həcmi 24 megabayt olan informasiyanı bit ilə ifadə edin. 3 defa 226. Əvvəl bunu belə yazaq. 24 dəfə bağışlayın. Biraz üstə getdi. 24 dəfə 24 dəfə 2 üstü 23 nə? Bit. Bit. İndi buradan 24-ü ayırıram 3 dəfə 8 kimi. 8-i də təzədən yazıram 2 üstü 3 kimi. Ona görə də bu olur 3 dəfə 2 üstü 23 də yuxarıdadır. 2 üstü, bax 3 buradadır, 23 də buradadır. 26. Yaxşı. Kaş belə düşə yazas ikinci. Yalnız çıxış qurğusu olanı seçin. Sensör ekran, həm girişdə, həm çıxış. Proyektor, çıxış. Çıxış Çıxış. olar.
əks elətdirir də düz. Modem, Modem həm girişdə, həm çıxış. modem, Aha. Printer. Printer çıxışdır. Web web kamera kamera giriş. girişdir. Yaxşı. Ona görə oldu demək nə? 2, 2, bir dənə 4. 4. Yaxşı. Burada deyir ki, blok sxem təsvir olmuş alqoritm Python dilində təsviri hansıdır? Burada baxsam yuxarıda x bərabərli 0 var, sonra y bərabərdir 4 dəfə x var. Bax, birinci növbədə bunlar yazılı olmalıdır. Yəni mənim bir də bunu deyim, burada bir dövrüm var. O while olmalıdır, for ilə. Necə? Ha, O burada while var. ilə verilməlidir, Hə, for ilə. dövrüm var. Dövrüm olduğu üçün D bəli, variantı olur. while ilə verilməlidir. Daxildə də əvvəl x bərabər y plus 2-dir, sonra y bərabərdir 4 dəfə x-dir. Yaxşı, burada bu for niyə olmur? Çünki for'da bir artım var, amma burada artım fərqlidir də daxilində. Alqoritm. O da burada demək i-ni artırır, 24 dənə addım verir. Düzdürmü? Hı. Amma Hə. bizə 24 dənə addım lazım deyil ki, bizə y kiçikdir 24 şərtinə qədər lazım. Və Aydındır. Bax, belə bir şey var. Yəni ilk görünüşdə elə görsən ki, bu da düzdür. Yox, bu düz deyil. Biz bunu belə demişdik. Yadınızda saxlayın, baxın. Demişdik ki, əgər bu i fonun altındakı hesabda iştirak eləyirsə, onda bir dəyərdir, yəni girəcəyəm bir. Amma bu i fonun altındakı bu ifadədə iştirak eləmirsə, onda addımdır. Baxın, bu addımdır. 24 dənə addım deyir. Amma mənə burada 24 dənə addım demir. Sadəcə deyir ki, y kiçikdirsə 24. Burada da y arta-arta gedir bax burada. Yaxşı. Ona görə də D variantı düzgün variant olar. Bəli. Sonra burada bir dənə Word sualımız var. İnformatika və bir ədəd kitab sözləri mövcuddur. Harda? Kitab.docx-də. Deyir ki, kitab.docx mətn faylındakı kitab sözü seçilərək Ctrl+C. Yaxşı. Demək, mənim bir dənə kitab.docum var. Bir dənə də nəyim var idi? İnformatikadır. Aha, belə, bu şəkil. Deyir ki, kitabla informatika bir ədəd də kitab sözləri var. Burada həm informatika var, həm də kitab sözü var. Deyir ki, kitab sözü seçildi, Ctrl+C vuruldu, yəni kopyalandı. Sonra gəldi bura informatikaya, burada paste edildi. Onda burada kitab oldu. Sonra deyir ki, daha sonra kitab.docx-da mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste əmri yerinə yetirildi. Yəni, burada 3 dəfə paste əmrini yerinə yetirsə, bura necə olacaq? üstündə kitab yazılır. 3 dənə yenə kitab yazılacaq. Belə. 3 dənə kitab. Sonuncu söz seçilərək, yəni bu seçildi, Ctrl+X vuruldu. Ctrl+X vuruldusa bu buradan kəsildi. Sonra deyir, gəldi bu tərəfə, yeni sətirdə 2 dəfə paste edildi. Onda kitab, bura nədir? Yazıldı. Deyir ki, nəticədə kitab dokusuna, informatik mətnlərinə neçə söz əks olunur? 4, 3. Bəli, 4 idi. Birində 4 idi. Silindi. Buradan aşağıdan telegram açıldı. Birində 4 oldu. Birində neçə dənə? 3 dənə. Kitabda 4 idi. İnformatikada da 3 dənə. İndi yazmışdıq burada. Yəqin ki, oranı gördünüz. Yaxşı.
76'da burada nə baş verər? Bax fikir verin. Demək, A-da bütün elementləri 0 verir. 1-dən 6-ya mənim 5 dənə addımım var. Daha doğrusu 5 dənə qiymətim var. Niyə qiymət deyirəm? Çünki i burada iştirak eləyir. Bax, fonun içində i burada iştirak eləyir. İndi bunu həll eləsəm, buranı başa düşmək üçün. Deyir ki, A ondan e, çıxsam nəyi? 0-ı, Biri. ondan biri çıxsam 1-dən 6-ya verir. Ondan birini çıxsam oldu 9. Deyir ki, A-nın 9-cu indeksdəki elementi bərabərdir. Demək nə? 10 çıxaq 9, 9 dəfə -9. 9 dəfə -9. Bu da eləyir nə? -81. 80. A-nın 9-cu elementi. Yəqin ki 2, 4, 6, 8, 10-dursa, 0-dan başladığım üçün A-nın 9-cu elementi buradır. Bura -81-dir. Bura -81-dir. Fikir versəz, bu əməli yerinə yetirəndən sonra yuxarıya qalxmamış, bir də A nöqtə reverse eləyir. A nöqtə reverse eləyəndə bu -81 gəlir qabağa. Amma burada bir dənə nüans var. O da hardadır? Bax, buradadır. Bu foda. Bu foda mən 1, 2, 3, 4, 5 qiymətlərini alacağım. Düzdürmü? Yəni nə demək istəyirəm? Bu fo 5 dəfə bu hissəni təkrarladacaq. 5 dəfə təkrarlatsa, bax, 81 bir dəfə A reverse-də önə düşsə, bir dəfə arxaya, bir dəfə önə, bir dəfə arxaya, bir dəfə yenə önə. Başa düşdünüzmü? Cüt bitmədiyi üçün başlanğıc Birinci 81 nədirsə, dəfə. hə, bir də təkrarlanacaq. O mənada -81 qabaqda olacaq. Belə olan halda mən bu variantları sildim. A, B, D-ni sildim. İndi tapım ki, burada bir -81, -16 verib, bir də -81 0 verib. İndi ikincini də hesablasan, Elə elə bil ki 10 dənə 0 var, amma 5 dənə addım varsa aralarda 0 olmalıdır da. ay sağ ol. Aralarda 0 olmalıdır. Düzgündür. Yəni mən istədim hesablayaq göstərim. 5 addım var. 10 dənədirsə aralarda 0. Ona görə də düşəcək nə bəndinə? Yebən. Y bəndinə. Yaxşı. Bunu hesablayıb da görə bilərsiniz. Yəni ikinci addımda hesablasaz düşəcək ortaya, başa düşəcəksiniz. Nə deyirik? Yaxşı. Növbətiyə baxaq. Yaxşı. Access-ə aiddir, verilənlər bazasına aiddir. Mercedes or marka Toyota veribdir. Bu Mercedes olanlar hansılardır? Birdir. Elə bir dənədir. Elə bir dənədir. Səhv baxmıram. Marka Mercedes bir dənə. Düzdür. Elə burada oldu 1. Sonra nədir? Toyota. Toyota'da da 2-dir. Bir də 4. 4. Ah, buradan bu orun içindən çıxdı. Elə bil belə 1, 2, 4. Düzdürmü? Ortada məniməndim var.Əndim var. Bu biri tərəfdə də Eee, demək, rəngi qara, bir də rəngi yaşıl olanlar. Rəngi qara olanlar bir dənədir, 2-dir. Yaşıl olan da bir dənədir, 4-dür. İndi mən bunların eyni olanla ənd olanda necə götürürdüm? Eyni Ortaqlar. olanların ortaqları götürürdüm. Eyni olanlarını da götürsəm bu olacaq 2, 4. Yaxşı. Buna aid bir dənə də sual var. Yəni access-ə aid. Bax, burada 77-ci sualdır. Deyir ki, relevantlıq nədir? Tapılan informasiyanın axtarış meyarına Uyğunluq. uyğunluğuydu. Bu da harda var? Yebən. Y1-ə baxın. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi adlanır nə? Relevantlıq. Bu relevantlıq bir də hardadır? İnternet dərsində. Orada axtarış motorları ki var idi. Ha. Bax oradadır. 80-ə baxsaz bu da qəşəng məsələyə oxşuyur. Baxın.
Deyir ki, alqoritmin blok sxeminə əsasən n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün n-in ilkin qiyməti. Yəni, bura 232-dir. Deyir, ilkin qiyməti nə olur? Mən burada baxıram ki, demək, A-nın ilkin qiyməti 3-dür. Yoxa gedər. O zaman ki, A nə olar? 164-dən böyük bərabər. 164-dən böyük olsa, gedər hara? Yoxa. Burada getməsi üçün onun üstünə 16 gəlir. Yəni neçə dəfə 16 gəlməlidir ki, bu 164-dən böyük olsun. 164-ü 16-ya bölsə, 10 tam neçə düşər? 11 dəfə. 11 dəfə. 10 tam düşsə, elə bir A-nın orada qiyməti 3 də var da. Onu da nəzərə almalıyam. A elə bil əvvəldən 3-dən başlayır. Bildin necə? Yəni 0-dan başlamır da. Ki mən Bəli. elə bil 10 olsa, nağdı 160 olur. Düzdürmü? 3 də orada var, 163. Elə 11. Hə? 11 mi olur? Bəli, məncə. Yaxşı. Demək, bu 11 dəfə ə, dönməlidir ki, 11 dəfə dönməlidir ki, bura gəlsin, bu qiyməti alsın. Yəni 163, 11 olsa neçə olur onda? 320 olar da. Yaxşı. Bura 11 olsa, bura oldu neçə? Sonda gəlib buradan yoxa getmək üçün. 160 neçə? 11 dəfə 16 deyirsiniz. Hə. 11 dəfə 16 176 yəni. 176. Yaxşı, bura 176. İndi burada baxsam, bu 11 dəfə dönsə, n necə dəyişəcək onda? Elə bil ki, son qiymət 232 deyil. A, 11 dəfə 8-i onun üstünə gələcək. üstünə gələcək. Yəni, bura 11 dəfə döndüyü üçün mənə buradakı bu 11 lazımdır. Bu 11 dəfə döndüyü üçün, demək bu 11 hər dəfə 8 çıxıbdır. Vuracağım 8-ə, eləyəcək 88. Bu 11 dəfə dönəndə A-nın da aldığı qiymətə görə çıxıb bura. 232 oldu. 232-nin də üstünə çıxıbdır, tərsin gedirəm. Gələcəm nəyi? 88-i. Nə elədi bu? 320 mi? Bəli. Yaxşı. Düz olar. Yəni, bu şəkildə tərsdən gedib tapa bilərəm. Yaxşı, 78. 78-ə baxsam, buna cədvəl lazım. Yaxşı. Belə bir şey yazaq da, 1, 2, 3, 4, 5-ci yerləri mənə deyir, elman neçənci yer tutub. 5, 4, 3, 2, 1 yazaq bura. Deyir ki, Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Yəni, burada kimdir? Orxan. Gülçin və Elman sonuncu deyil. Yəni, Gülçinlə Elman bu 5-də deyil. Yəni, mən 5-ə Gülçinlə Elmanı yaza bilmərəm. Onu yadımda saxlayırım. Deyir ki, Lalə Orxan qədər olmasa da, digər şagirdlərin içərisində ən yaxşı informatika. Onda Lalə neçədir? 2-dir də. Orxan qədər deyil, Orxan 1-dir. Gülçin nəticəsinə görə elmanı üstələdi. Elmanı üstələdisə Gülçin, Gülçin onda buradadır, elman da buradadır. Çünki bunlar 5-də ola bilməzlər. Düzdür? Məndən də elman Bəli. soruşur neçənci yerdədir. Elman onda neçə olur? 4-də. Gəldik 81-ə. Mən bunun həlli üçün sizə bir variant demişdim. İndi baxaq görə o burada rol oynayacaqmı, yoxsa yox. Yaxşı. Bu tənliyi həll edəndə biz demişdik ki, baxın,
Bu x olanları götürürəm. Sol tərəfdə Sıfır olanlar. eləyirsə, Təmləyirəm, bu tərəfdən çıxıram. Sıfır el isə uşaqlar, hər bir say sistemi ola bilər, amma bu şərtlə ki, bax, əgər 1 üstəgəl 6, bura oldu 7, çıxaq bu bir tərəf 7, sıfırdır. Hər bir say sistemi ola bilər, amma bu şərtlə ki, rəqəmlər uyğun gəlsin. Yəni indi deyirəm hər say sistemi ola bilər. Məsəl üçün 3 ola bilərmi? Yox. Niyə? Çünki burada 7 var, 4 var, 6 var. Yəni 3-dən böyüklər var. Başa düşürük? Ona görə də hər say sistemi götürməyəcəm. Burada mənə nə deyir? Deyir ki, bu say sistemindəki ən böyük iki rəqəmli ədədi ikilik say sisteminə təsvir edin. İndi baxıram ki, burada 7 var. Bu say ən kiçik əsaslıdır. Ən kiçik əsaslı deyilsə mən 8-i götürə bilərəm. 8-lik say sistemi. Çünki da ondan da kiçik olmaz. Çünki burada 7 var. 8-lik götürsəm, buradakı ən böyük ədəd nədir? 77-dir. O da nə olar? Hər 7 3 dənə 1-dir. 6-dan 6 dənə 1 olar. Sonra hara getdi qələmim? Harda yazır? Aha, yaxşı. Deyir ki, Python dilində yazmış proqramın icrası zamanı klaviaturadan n dəyişəni 13 olaraq daxil edildi. Yazıb ki, Şamaxı və Qızılda zəlzələ oldu, elə mən də hiss elədim. 13 ədədi daxil edilərsə nəticəni müəyyən edin. Yaxşı. 13 bura daxil edilsə, burada nəyə diqqət edirik inşallah? Burada 1 ilə 1-i verib. Bax, F-də 1 ilə 1-i verib. I sıfırdır. Burada deyir ki, F-i, yəni F-in sıfırıncı elementi, F-in sıfırıncı elementi 1-dir. Üstəgəl F 0 plus 1. Üstəgəl birinci element. 1 üstəgəl 1 oldu 2. Elə bil, qələmi götürüyorum. Burada elə bir, belə bir şey oldu. Burada 1 var idi. 1 də var idi. Burada fikir verin. Deyir ki, K kiçikdir bərabərdirsə N. K indi burada oldu 1 də. Kiçikdir bərabərdirsə N də 13'dür. Onda F'e K'nı əlavə elə. Daha doğrusu K2 2 oldu. 2. Çünki 1 plus 1 oldu. 2. F'e K'nı əlavə elə. Bura bir dənə də 2 əlavə eləyək. Sonra gələcək. Bu birinci elementlə 2-ni götürəcək. Bura 3 əlavə eləyəcək. Bu hara qədər davam eləyəcək? 13 alınana qədər. Çünki kiçikdir bərabərdir n deyir. Aydındır? 13 alınana qədər gedir. Burada da i bir vahid arta gedir də. Yəni 1 olacaq, 2 olacaq, 3 olacaq, belə gedir. K da burada baxın, fi plus 1'dir. Yəni bu şərtin icrasından sonda sum f deyəcəyəm. İndi baxın, 1 aldı, 1 aldı, 2, 3, sonra 2 ilə 2 toplayacaq 5. Bu nədir baxın görün. Fibonacci ardıcılığına oxşayır. Fibonacci ardıcıllığıdır. Bu ardıcıllıqla gedəcək. İndi burada bu 13'ü keçməyəcək. Niyə 13'ü keçmir? Çünki baxın, indi kimsə deyər ki, müəllim, burada kiçikdir bərabərdir n-dir də, yəni kiçikdir bərabərdir 13, aşağı işləyəcək. Bəli, aşağı işləməyə işləyəcək. Düşəcək aşağıya, burada 21'i alacaq, 21'i alacaq. Amma şərt ödənmir axı. Şərt ödənmədiyi üçün f-ə əlavə etməyəcək. Gedəcək yuxarıdan 21'i alacaq, gələcək bura. Amma ödənmədiyi üçün əlavə eləməyəcək. Onda qalacaq bu yerdəki rəqəmlər. Bax bunlar. Bunların məndən nə istəyir? Samın istəyir. Samın istəyir. Baxsan, bax 2, 8, 10. 8, bu da 2, bu da 10. 10, 10, 20, bu da 13. 30 Bəli, oldu 33. Yaxşı. Bu 85'ə baxsaq. 85'də nə deyir mənə? İnformatika üzrə olimpiyadanın məktəb turundan yekun balı ən azı 10 olan və ya 6 yaxud 7-ci tapşırıqda maksimal bal yığan şagirdlər növbəti tura keçmiş sayılır. 1, 2, 3, 4-cü tapşırıqlar üçün maksimum bal 2-dir. 5 və 6-cı tapşırıqlar üçün maksimum bal 3-dür. 7-ci tapşırıq üçün isə maksimum bal 4-dür. Verilənlər bazasından fraqmentlərdə növbəti tura keçən oğlanların
ballarının cəmini tapın. Oğlanlardan söhbət gedir. Yaxşı. Demək, burada mənə nə verir? Baxın. Bax, o verilənləri yaxşıca görmək lazımdır. Deyir ki, məktəb turunda yekun balı ən azı 10 olan. İndi belə olanda baxın, burada mənə yekun verməyib. Yəni, burada yekun yoxdur. Yekun xanası yoxdur. İndi yekun xanasına görə baxsam, bax, 1, kişilərə baxacağım da, qadınların işim yox. 1, 2 oldu, 3, 4, 5, 8. Bura 8'dir. Uyğun olarmı? Buradan X qoyum ki, bəlkə sonra lazım olar. Buna baxsam, bu kimdir? Samirə, qadındır. Mənə nə deyir? Verilən cədvəldə oğlanların. Samirə ilə işim yoxdur. Buna baxdım. 2. Ömərə baxıram. 2, 1, 1. Bura oldu 4. 5, 7, 3. Bura oldu 10. Demək, bu olar. Yəni, Öməri götürəcəm. Enlərə yenə qadın, Sevil qadın, Mehin qadın. Gəldim Yusifə. Yusifə baxıram. 1, 1, 2, 5, 7. Bura olmayacaq. Kamran 2, 1, 3, 3, 3, 6. Bu da 3, 9. Burada olmayacaq. Burada da 1, 4. Elədi 5. Bu da olmayacaq. Ah, demək, buradan bir Ömər çıxdı. Nəyə görə? Yekuna görə. Sonra deyir ki, və ya 6 yaxud 7-ci tapşırıqdan maksimum bal yığan şagirdlər növbəti tura keçmiş sayılır. İndi mənə oğlanları dediyi üçün oğlanlara baxıram görüm maksimum bal yığ Fatihi də götürmək olar. kimi. Fatihi. Also, Fatihi də ona Maksimum görə bal. götürərəm. Bəli, Fatihi də götürdüm. Başqa Yusifi də göstərir. Yusifi nəyə görə götürəcəm? 6-cı tapşırıqda maksimum da götürür. Yusif, 6-7-ci maksimumda. bəli, Yusifi də götürəcəm. Oldu onda neçə dənə? 3 dənə mi? Bəli. 7-ci tapı maksimum 4 baldır, 3 baldır. Aha. İndi ki, verilənlər bazası cədvəlinin fraqmentinə əsasən növbəti tura keçən oğlanların ballarının cəmini tapın. Yaxşı, ballarının cəmini tapsam, bura bir 10 var. Yusifi götürsəm 7 var. Fatihi də götürsəm 5 var. Cəmsi nə oldu? 22 mi? 22. Bəli. Yaxşı. Bu şəkildə hesablayacağım. Sonra 83-ə baxsaz Pythona. Demək, bir dənə rəqəm ver, ədəd verib nəsə ada mənə. Deyir ki, B stringer adı, B bunun stringer formasıdır. If len B qalıqlı bölməsi 2 eynidirsə 0 ilə. Baxıram 2, 4, 6, 8. Bura doğrudur. Onda C bərabərdir. B len B 8-i tam bölsəm, bu nədir burada? 2-yə. Çıxar burada 4, 4 minus 1, 3. 1, 3 3. olar. Elə bil C nədir? C B 3-dür. Üçüncü indeksidir. 0, 7. 1, 2, 3. C yəni 7-dir. ISO. İndi gəldim bir də burada K bərabərdir. Nə deyir mənə? Integer C 7 dəfə 2. Bura nə oldu? 14. 14. Başqa bir iş görməyəcəyəm. Yox. 14-ü demək mənə çap eləyəcək. Yox. Nə alsam? Nə deyir 86-da? Alqoritmi blok sxeminə əsasən A dəyişənin çapa veriləcək qiymətinin 32 olması üçün N dəyişənin daxil edilə biləcək ən kiçik natural qiymətlərin rəqəmləri cəmi. Hə. Necə hesablayıram bunu? Blok sxemi yoxdur. Yaxşı, buna baxaq. Bəlkə adda hardasa verilib.
Uyğunluğu deyə müəyyən edin, say sistemidir. Və buna fikir verin. 8-likdən keçsən bir dəfə 8 üstü 2, 64. 65. Bura oldu 65. Bura fikir verin. 3 dəfə 8 üstü 1, 24. Bu da 3. Oldu 27. Buna baxın. Bir dəfə 16 üstü 1 üstəgəl 11. Oldu neçə? 27. 20. Buna baxsam 3 dəfə 16 üstü 1. Bura 51. 48 o da 3. Bəli 51. Buna baxsam 1, 2, 3 burada var. 4, 8, 16, 32. 16 ilə 32 mənə verdi 48. 3 də burada var. Yenə oldu 51. Qalan elə biləm taparıq da. Bir Y, nə bilim, nə belə cərgələyəcək. Yaxşı. Bu bir tərəfdə də heç nə yoxdur. Gəldik 89-a. 89-da mənə deyir ki, klaviaturadan n natural ədədi daxil edilir. Faktorialı bu ədəddən kiçik olan ən böyük natural ədədi çapa verən proqramı Python dilində yaz. Yəni 130 daxil edilib. 130. Çıxışa verib 5. Daxil edilir faktorialı. Bu ədəddən kiçik olan ən böyük. 5 faktorial 120'dir. 120 130'dan kiçik verib. olmalı. 130-dan kiçik. 104 faktorial. Yaxşı. Burada bir belə qeyd edeyim, baxın. Ya da qoy elə şey açım da. İlə gözləyim. Belə birbaşa yazıq da, yəni onsuz da nəticə alacağıq. N bərabərdir, almalıyıq daha doğrusu. Input, int input deyim də, çünki orada rəqəm var. Int input. Yəni bura ədədi mən daxil eləyəcəyəm. Girişə verəcəyəm. Burada deyək, i bərabərdir nəyə? 1-ə. Faktorialı tapıram, f-dən elə ifadə edəcəm. Bərabərdir 1-ə. Deyirəm ki, nə qədər ki, vay, W hara getdi? Nə qədər ki, f kiçikdir n-dən, onda nə olsun? F bərabərdir, f vurulsun i-yə və i-də bir vahid artırım. i də bərabərdir, i vurulsun, i üstəgəl bağışlayın, üstəgəl 1. Printdə mənə nə versin? Əgər f-lə i-nin yerini belə yazsam, printdə mənə versin ki, i minus 2. Yaxşı, bunu çalışdırsam, əvvəl bir çalışdırın baxaq. Neçə yazmışdıq? Ədəd neçə idi? 100, 130. 5 verdi mənə. 104 verəcək. Çalışdırın. 4 verdi. Yaxşı. Buradan da baxın görün hər ikisini görürsünüz. Bəli, görünür. Yaxşı. Müəllim bir şey soruşum da. O da i-2 necə alındı? Bax, elə bir ki, elə oranı izah eləyəcəm, əsas oradır. Burada bax, mən belə yazdım. F bərabərdir, F vurulsun I. Bunun bir gedişinə fikir verin. I 1-dir. Bəli. Düzdürmü? F-i də nə götürmüşəm? 1. 1 vurulsun 1. F elədi nə? 1.
Düzdürmü? Sonra da i bərabərdir. I plus nə yazdım? 1. İndi mən 130 daxil eləmişəm. Yaxşı, bir dəqiqə sənə belə bir şey deyim. Bunun eynisin, bunun eynisin. Kopyalayayım. I bərabərdir. I plus 1 olsa, aşağıda da f bərabərdir. F vurulsun i olsa. Yaxşı. Bax, Bildim, üstə başa düşdüm. nə başa düşdün deyəcəyim? Elə bil ki, orada sıralamanın önəmi var da. İyini artırıb sonra vursaq, bir Hayır. volt qabaqdan başlayacaq. Bir vaid qabaqdan başlayacaq, bəli. Bax, oranı tuta bildinsə əla. Mən ona görə orada i aşağıda yazdığım üçün i minus 2 yazdım. Bax, i indi yuxarıda yazdığım üçün i minus 1 verdim. Başa düşdün? Bildim. Hər ikisi doğrudur. Hər ikisini də yaza bilərsən belə. Bizim bildiyimiz indi ən sadə üsul budur. Mən ona görə belə yazdım ki, anlaşıqlı olsun. Amma burada bax, bura önəmlidir. Yəni sən yazıb gələrsən, ancaq onu nəzərə almasan ki, o sıralanmanı düz çıxmaz cavab. Burada nə deyir? 90-da. Biz o birisinə baxdıq ki, 88, 88-ə baxarıq. Evet. 90-a baxaq, Python yazım. Deyir ki, elementləri klaviaturadan daxil edilmiş n sayda tam ədəddən ibarət iki eyni uzunluqlu siyahının uyğun eyni indeksə malik elementlərini toplayan və alınmış ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən proqram. Bir də oxuyum. Elementləri klaviaturadan daxil edilmiş n sayda tam ədəddən ibarət iki eyni uzunluqlu siyahı. Hə. Uzunluqları demək eyni olacaq. İki dənə eyni siyahı verirəmsə, demək deyirəm ki, siyahı 1 bərabərdir. Bir dənə boş siyahı götürüm. Aşağıda da götürə bilərəm. Yox, burada götürüm ki, qarışıqlıq yaranmasın. İki dənə siyahı götürdük. Sonra deyir ki, bunlar üçün bir də oxuyum buranı. Elementlərin toplamı alınmış ədədlə ibarət yeni siyahı. Yəni, hə, elementlərini toplayacaq eyni indeksli yeni bir dənə siyahı. Tamam, asandır. Aha. Gəldim burada deyirəm ki, for i in range hə, n sayda da deyir. N sayda. Bura bir n deməyib, yox, yuxarıda yazım onu. N bərabərdir int input deyim bura. Aha. N sayda deyibdi mənə. Burada deyirəm siyahı 1-ə nə? Append elə. Sayda. Yuxarıda verdim. Siyahı 1-ə append elə. Elə int input yazacağım. Int input. Yəni özün istədiyin əlavə elə də belə. Buna başa düşdükmü? Niyə işləmədi? Tamam. Bax, buna başa düşdük. For i in range n-də s1.append int input. Bəli. Aha. Bunu əlavə eləyəcək S1 siyahısını düzədəcək. İndi bir də eyni sayda olduğu üçün bir də belə yazıram. Yəni
Çalışıram ki, iç-içə olmasın. Follara başa düşək. In range yenə eyni qaydada en sayda olacaq da. Çünki mənə deyir ki, ikisində də eyni sayda olacaq. S2-yə nöqtə append elə int input. Aha. S2-yə də belə əlavə elə. Sonra deyir ki, bunları bir siyah, S3 siyahısını mən yuxarıda da əlavə edə bilərsiniz. Yəni S1 siyahısı düzəltmişik, S2. S3-ü yuxarıda da düzəldə bilərsiniz. Fərqi yoxdur. Burada da düzəldə bilərsiniz. S3 deyirəm, bərabərdir. Belə bir siyahı düzəltdim. Deyirəm ki, bura əlavə eləsin oradakıların cəmi. Burada bir for deyək, yəni for in range. Sıfırdan deyək ki, orada indeksi götürsün. Sıfırdan nəyə? N-ə. Len S1 olmaz. Onsuz da o n-dir də. Hə, sizə götürün. Yox, Saylar yox. eynidir axı. Mən bildim nə deyirsən. Hə, İstəyirdim mən də oraya yazım. Sonra birdən yadıma düşdü, bunların sayları eynidir. Yəni n qədərdir də. N-i keçməyəcək. Ona görə n də yaza bilərəm. Len S1 də yaza bilərəm. Düz olar, fərqi yoxdur. Yaxşı. Burada L3-ə əlavə eləsin. L3-ə əlavə eləsin. Demək nəyi? S1 idəki elementin üstünə gəlsin S2-dəki i indeksindəki element. Və gəlsin sonda nəticəni çap eləyəcək deyə for-dan çıxdım kənara. S3-ü deyirəm çap eləmənə. Bax, yuxarıda L3 yazmışıq, onu S3 eləməliyik. harda L2 yazmışıq? Bura S, Üçüncü formu ben. S'dir, S. Notariyi qurduq. S'dir. Aha. Demək S3, burada S3'dür, düzdür. S1, S2, yaxşı. İndi bunu çalışdıraq. Biraz az bir şey daxil edeyim. Məsəl üçün deyim 3. N'im olsun 3. Sonra indi S1 siyahısını daxil edirəm. 5, 2, 6. Sonra getdim S2 siyahısını daxil edirəm. 7, 8, 9. Aha, belə bir şey çıxacaq ortaya. Elbət 5-dən 7-ni topladı. 5 ilə 7-ni topladı. 2 ilə 8-i topladı. 6 ilə də 9. Başa düşdük. Hərəsini də Bəli. üçləmədim. 3-ü bir siyahıdadır. 3-ü bir siyahıdadır. Bu saylarını göstərir. 3 dənədir. Və bu siyahını mənə çıxartdı. Yaxşı. Bu da oldu 90. Burada bir də bu əslində asandır, çətin deyil. Bugün mənə nə qədər qoyun şəkli göndərdilər, Allah bilir. Yaxşı. Deyək ki, mağazada en sayda məhsulun qiymətlərinə endirim kampaniyasına başladı. Endirimli qiymətlər aşağıdakı cədvələ uyğun hesablanır. Hər bir məhsulun daxil edilmiş qiyməti üçün endirimli qiymətləri hesablayan alqoritmi blok sxemini qurun. Yaxşı, quraq. Burada demək başlanğıc dedik. Başlanğıc. Biraz bilirsiniz, əyri-üyrü çəkirəm. En sayda deyir. Eni burada daxil eləyəcək biz. Eni daxil elədik. Sonra deyir ki, endirimli qiymətlər. Hə, indi gələcək şərtlərə. Şərtlərə gələndə birinci şərtim necədir? Qiyməti en sayda məhsulun qiymətlərinə endirim qan. Burada biz qiyməti daxil eləməliyik. Qiymətə nə deyək? Qiymətə. İndi biz N'yi saymalıyıq da. İndi bir dənə i daxil eləyək. Bir sıfırdan başlasın. N üçün.
Bəli, Onu da yoxlarsın. bəli. Və i daxil eləyəcəyik. i bərabərdir. Nədən götürsün? Sıfırdan. Qiyməti neyniyək bəs? Elə bil ki, e, i kiçikdir n o şərti yoxlayandan sonra hər dəfə daxil eləsin qiyməti. Artıq. Yaxşı. Gəldim burada şərti deyirəm ki, i kiçikdir, bərabərdir deyəcəyəm mən. Yox. Yox, sıfırdan başlamışıq. N. Çünki sıfırdan. Amma birdən başlasaydım deyəcəkdim. Hədisə, hədisə. Burada mənə qiyməti daxil eləsin. Qiyməti də məsəl üçün deyək A. A-nı daxil eləsin. İndi gəlirəm aşağıda şərt bloku çəkirəm. Deyirəm ki, A kiçikdirsə 100-dən bunun hə cavabında mən burada bir dənə də qiyməti hesablamağa burada bir dənə də bir S götürək. Deyirəm ki, belədirsə onda neynəsin? S bərabərdir. S S çıxılsın, yox. S vurulsun %5. S 5 üstə bölünsün. gələk. Buranı biraz pozum. S üstə gələk. A A çıxılsın, çıxılsın. A dəfə %5. A dəfə 0,5 mi deyək? Nə deyək? Ya da bunu qısa necə yaza bilərdim? A vurulsun 0,95 yaza bilərdim mi? Bəli. Bəli. Olur. Daha qısa olsun da. Belə də yazaram. Belə də səhv deyil. Ancaq biraz qısaldaq da istəyirəm. A vurulsun 0,95. Belə yaza bilərəm. İndi bunun yox cavabında gəlsin bu ikinci şərti yoxlasın. İkinci şərti. A kiçikdir, bərabərdir. Yox, 100 bağışlayın. 100 kiçikdir, bərabərdir A. O da kiçikdir, bərabərdir 200. Bunun hə cavabında neynəsin? S bərabərdir. S plus Plus A A vurulsun vuruldu. 0,5. 0,9 Biri mu? 0,5. Ha? Sonra 9. 0,9 bəli. 0,9'a. İndi burada yenə yoxdan gedəndə o biri şərti yoxlasın. Başa düşdükmü oranı? A kiçikdir. Nədən? 200-dən. Hədisə. Neynəsin? S bərabərdir. S plus A dəfə 0,85 mi? Bəli. Aha. Bunların hamısını gətirsin, birləşdirsin uşaqlar. Hamısını birləşdirsin. Belə. Gəlsin burada mənə S-i çap eləsin və sonlansın. İndi aşağıya doğru gedəmədim də, üzrlə hesab eləyin. Bu şəkildə bir dənə demək alqoritmim olacaq. Biz i artırdıq. Yaddan çıxdı, harda yaddan çıxdı? Demək, hardan gedəcəkdim i-yə? Bunların hamısını yoxlayandan sonra mənim buradan bir dənə yox cavabım çıxacaqdı, bu bura gələcəkdi. Bir dəqiqə buranı pozaq. Bax, bunu artırandan sonra bu buradan qalxsın belə yuxarı. İ'ni burada artıraq. i bərabərdir i plus 1.
və daxil olsun bura. Belə düz olar. Bəli. Yəni buradan elə bil yox hissəsidir. Sadəcə yerim az oldu. Biraz da mən geniş götürdüm. Bu şəkildə olacaq. İyi artıracaq, bəli. Yaxşı. Bu da oldu bizim bugün burada baxdığımız bu nə vaxtın testidir, heç mən bilmədim. Mən görüm harda yazıb. Bunların deyil, hamısına baxmışdınız. Sizin atdığınız PDF-dən baxmışdım mən Orada var qəbulda. idi hə, hamısı. Bu nə Bəli. vaxtındır, baxaq görək. Bu İkisi. ikisi iyundur. Bəli. İkisi iyun 2024-cü il. Yəni təqribən eyni vaxtda olan testdir. Amma mən elə bilirəm ki, yəni şeyləri necədir belə sizə düşən imtahanla bu imtahan. Bu bir balaca bir Bəzi, asan. Hə? bəli, bəzi suallar oxşuyur, bəziləri daha asan. Bəziləri daha asandır. Bu bir balaca asan, bir balaca çətinləşdiriblər. Amma yazmaq olar. Mən sizin səhvlərinizi indi aşağı-yuxarı bildim. Hamısı diqqətsizliyin səhvləridir də. Ceyha, səndə vəziyyət necə idi? Ümumi məli, ümumi riyaziyyatın hamısı düzdür. Aha. E, Fizikadan ondan da elə sizin fən kimi elə 2 ya da 3 dənə səhvim var. Bunda da Hı. Fizika çətindir, başa düşürəm. Amma informatikanı yazmaq olardı. Həm yazmaq diqqət olar. səhvləri. Hı. Yaxşı uşaqlar. Bugün elə bir biraz az olduq deyə. İndi yəqin kimsə qurbanzad kəsir. Qurban bayramındadır. Göyçək çıxdı, heç nə bilim qoşulmadı. Zəifdir, amma çıxır da, nə bilim. Uşaq da az idi, elə bir dərsə çevirmədi. İndi görək gələn dərs şey olsa keçərik. Saat 12-yə gələ bilərsiniz. Nuru, Zelha, Rihad, Mən də almıram, mən gələ bilmərəm. sənin də alınmır. Mən gələ bilərəm. Mən də gələ bilərəm. Yaxşı. Görüm ora açıq olsa, qızlar oradadırsa, mən PDF-də çap eləməliyəm bu şeyləri. Tərkib verim sizə yazasınız. Görüm orada kim var, göndərə bilsəm, göndərim, çap eləsin, ki, çata bilim. Göndərə bilməsəm, çata bilməsəm qalacaq. Çünki burada heç kim qoşulmadı. Mən nə bilim, gələcəklər gəl. Qrupa yazmışdı kimsə. Məncə az adam gələcək orada. Yaxşı, onda bu gün qalsın, ev yox. Bir qruplaşdırarıq nə vaxta desəz. İndi bazar günü Naxçıvanda olacağam. Sonrakı gündə burada baxarıq yenə. Hansı günə desəz, bir gün yenə imtahan kimi eləyək. Səhvlərimizə, düzlərimizə bir baxaq. Bir də dərs olaraq Mən, nə dərsi keçək? Bilmirəm, mənə nədir? fərqi yox. Çünki mövzu görsən birini deyirsən, biri deyir ki, mən onu bilirəm müəllim. Çıxsam olar. Bilmirəm ki, hansı mövzunu tam olaraq deyək ki, o qalsın. Yaxşı, baxaram özüm bir şey təyin eləyərəm. Görüşərik, özünüzdə müğayət olun. Hələlik. Sağ olun. Sağ olun. Sağ olun.